Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV-də AFFA U13 Liqası Qarabağ Azərbaycan Qartalları görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komanda gözəl futbolla azarkeşlərini sevindirəcək. Komandaların heyətlərini isə təqdim edirəm. İlk növbədə qonaq komanda Azərbaycan Qartalları göstərilib. Qapıda 1 nömrə Qurban Məmmədov, 6 Turan Cəfərli, 10 kapitanı Kanöz, 2 nömrə Timur Ağayev, 4 Sabutay İsmailov, 16 Toğrul Mahmudzadə, 20 Məsud Poladov, 25 Adil Məmmədov, 29 Hüseyin Musayev. Komandanın baş məşqçisi Tural Axundovdur. Qarabağda 12 Sənan İsmailov, 4 Yusuf Əliyev, daha doğrusu 3 Yusuf Əliyev, 4 Elgün Həbibov, 7 İbrahim Müzəffərli, 10 Cəlal Əhmədov, 11 kapitan Ayxan Babazadə, 9 Tunar Məmmədov, 15 Heydər Mustafayev, 21 Cəmil Rəşidov, baş məşqçisi Ülvi Tanrıverdiyevdir. Görüşü isə Orxan Şəfiyev və Səbuhi İbrahimzadə idarə edir. Onu da hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. Turan Cəfərli Məsudla oynayır. Azərbaycan Qartalları sol cinahdan hücum qurmağa çalışır. Top hələ ki Məsuddadır. Qarabağ futbolçuları Tunan ötürməsi yaxşı alınmır. Buna baxmayaraq Qarabağ hücumuna davam etdirir. Cəlal solla oynayır. Yusuf Əliyev və top meydanı tərk edir. Yusuf out atışını yerinə yetirməlidir. Heydər, yenidən Yusuf, yenidən Heydər, İbrahim, Yusuf. Qarabağ futbolçuları bu dəqiqələri topu özlərinə saxlamağı bacarırlar. Cəlal, Məsud ondan top almağa çalışır qapı istiqamətini. Elgünün zərbəsi idi, müdafiəçi topa blok qoyur, daha bir zərbə yox, alınmır. İkincidən Hakim də ikincidən zərbəyə işarə verir. İbrahim Müzəffərli topu oyuna daxil etməlidir. Qarabağın oyuncusudur. Ötən mövsümü Səbailin heyətində keçirdi. Yerlə bir ötürmə. Heydər, yenidən İbrahim. Qarabağ topu itirmədi. Ayxan. Cəlal. İbrahim Müzəffərli bir qədər geriyə oynayır. Elgün. Elgündən Zidan sayaq hərəkətlər, toplanma Azərbaycan Qartallarında qalır. Ayxan, komandanın kapitanı bir rəqibini keçdi içəriyə doğru itirməyə, qapıcı topu qaytarır. Bəli, top meydanı tərk edir. Cəlmə zərbəsindən Kan öz Azərbaycan Qartallarının kapitanı topu oyuna daxil etməlidir. Hakim canlı sətli bir qədər də geriyə çəkir. Artıq zərbəyə icazə var. Kan sol ayağı ilə qapıya, top canlı sətdə dəyərək sürətini də bir qədər azaldır. İləriyə doğru ötürmə. Ayxan yoxdur oyundan. Yox, qayda pozulmadı. Hakim davam edir. Ayxan sağdan hücumu qurmağa çalışır. İçəriyə doğru ötürmə. İndi qapı istiqamətini yox, zərbə vurmağa imkan vermirlər. Heydərdən daha bir zərbə, top qapının üstündən keçir. Heydər Mustafayev. Qurban Məmmədov top oyuna daxil edəcək. Yox, top meydanı tərk etmir. Heydər istiqamətli ötürmə. Heydər qarşısında bir dəqiq var. Keçdi və qapıya dəqiq zərbə indirərək hesabı açır. Qarabağ gol vurur. Heydər Mustafayev gözəl zərbə ilə topu Azərbaycan Qartalların qapısından keçirir. Səliqəli şəkildə zərbə indirir. Vurulan golun təkrarı bizlərə bir daha təqdim olunur. Timur keçən kimi uzaq küncə gözəl zərbə indirir. Yenidən Ayxan, demək olar qapıcı qapıya zərbə. Bu dəfə qapıcı Qurban bu topun qarşısını kəsir. Bir nömrəli qapıcı Məsud. Kan.
Qartallar bərabərlik axtarışlarındadır. Cəlalı keçmək mümkün olmur. Ayxan irəli oynayır. Qarabağ daha bir sürətli əks hücum. Cəlal Əhmədov. Cəlal yerlə ötürmə, qapıya zərbə, top qapının üstündən keçir. Tunarın zərbəsi idi. Qarabağın irəlidə presingi, amma küncdən zərbə yerinə yetiriləcək. Heydər Mustafayev görüşdə vurulan yeganə qolun müəllifi küncdən zərbə ilə topu qapıya, başla zərbə, top qapıda da. Qarabağ ikinci qolu vurur Elgün Həbibov. Ailem bu sinir. Və vurduğu bu qolu öz ailəsinə əsr edir. Bravo Elgün. Gözəl zərbə indirir. Heydər Mustafayev isə bir qol və bir məhsuldar ötürmə ilə yətdə qalıb. Out. Toğrul başlayır. Qarabağ daha bir hücum qurmağa çalışır, əliyə doğru. Ötürmə Ayxan istiqamətinə, Ayxan yerlə ötürmə, zərbə vurmaq və indirilir və fərq oyun yox, oyundan kənar vəziyyət qeydə alınmır. Qarabağ üçüncü qolu vurur Heydər Mustafayev. Bir anlıq elə hər iki komandanın heyətində çaşqınlıq yaşandı, amma bu epizodda oyundan kənar vəziyyət qeydə alınmadı. Məsud 2 rəqibin əhatəsindən çıxmağa çalışırdı. Cəmil sağlı oynayır. Ayxandan gözəl hərəkət. Cəlal Əhmədov Qarabağ hücumlarının sayını bir qədər də artırdı. Qapı istiqamətinə zərbə, qapıcı topun qarşısını kəsir. Təhlükəli zərbə indirilir. Qarabağ futbolçuları daha bir künc zərbəsi vurmaq. Heydər. Top meydanı, bəli, hakim bildirir ki, top meydanı tərk etdi. Outdan Adil. Ötürmə verməyə, bəli, Kaan istiqamətini ötürmə edir. Qarabağ topu qazanır yenidən. Əks hücum. Cəlal. Ötürmə edir. Divar ötürməsi, qapı istiqamətindən daha bir zərbə, Qarabağ daha bir qol vurur. Çox gözəl qurulmuş hücum idi. Cəlal, Tunar və İbrahim Müzəffərlinin vurduğu bu qol. Təkrarı izləyirik. Əla bir vaxtında edilmiş ötürmə idi. Çox səliqəli ötürmələr izlədik və bu da sonluq. Cəlmə zərbəsini kapitan Kan yerinə yetirməlidir. Hakimdən işarəvər, qapıya zərbə, o topu qapının üstündən vurur. Qarabağ futbolçuları küncdən zərbə ilə qapıya yox, bu dəfə Elgün istiqamətini edilmiş ötürmə idi. Az öncə də künc zərbəsindən qol vurmuşdu. Beləliklə ilk hissə başa çatır. Qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Qarabağ Azərbaycan Qartalları görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə Qarabağın vurduğu 4 qol var. Heydər hesabı açdı. Elgün fərqi 2 topa çatdırdı. Heydər daha sonra özünün ikinci, komandasının 3-cü qolunu vurdu. İbrahimin vurduğu qol isə hələ ki oyunda vurulan sonuncu qoldur. Bu oyundan əvvəl Gol TV-də AFFA U13 liqasının daha bir prinsipial oyunu sizlərə təqdim olundu. Neftçi 4-1 hesabı ilə Dostluqu məğlubiyyətə uğratmışdı. Bu oyundan sonra isə AFFA U11 liqasında turun maraqla gözlənilən oyunu keçiriləcək. Sabah
Neftçi ilə qarşılaşdı. Qapı istiqamətindən Kaanın zərbəsi idi. Bugünkü oyunda qol vurmaq üçün çox çalışır. İlk hissədə də bir neçə zərbəsi yadda qalan olmuşdu. Azərbaycan Qartallarının irəlidə pressingi var idi. Top meydana təkidir. Hörmətli futbol azarkeşləri, artıq görüşün sonlarına da doğru gedirik. Yəqin ki, Qarabağ artıq növbəti qələbəsini qazanacaq bugünkü oyundan sonra. Çünki görüşün başa çatmağına çox az bir vaxt var. Qapıya zərbə. Kaanın daha bir zərbəsi idi. Qarabağ keçirdiyi 3 oyunun hələ heç birində məğlubiyyət acısı yaşamayıb. Azərbaycan Qartalları isə keçirdiyi 3 oyunun birində qələbə, ikisində isə məğlub olmuşdu. Bugün də Qarabağ növbəti qələbəsini qazanacaq. Qapı istiqamətindən zərbə indirilir. Və beləliklə görüş başa çatır. Hörmətli futbol azarkeşləri, hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm. Amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Azərbaycan Qartallarında kapitan Kaan Öz, oyunun ulduzu isə Qarabağın 15 nömrəli futbolçusu Heydər Mustafayev idi. Və beləliklə Heydər Mustafayev Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqə qazanır. Həmin turnir isə fevral ayının qalibləri ilə mart ayında keçiriləcək. Sağ olun, gələn görüşlərədək.